Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Amma ba'd. İlk öncə Allah azze ve celle'ye həmd etmək istəyirəm. Allah subhanahu ve taala'ya sonsuz həmd olsun ki, bir daha öz rəhməti ilə bizi bu mübarək aya yetişdirdi. Allah azze ve celle bir daha canımızı almadan bizə cənnəti qazanmaq şansını sundu. Allah azze ve celle'dən istəyimiz odur ki, bizi bu aya yetişdirdiyi kimi bu ayın haqqını verən, bu aya haqqını iqamə edən qullarından etsin və bu ayın sonunda da bizi bu aydan bağışlanaraq çıxan qullarından etsin. Allahümme amin. Allah azze ve celle nəsib edərsə, Ramazan boyu axşamlar 10 dəqiqə, 15 dəqiqə ərzində zikr edəcəyik və bu zikirlərdə də Əbülfərəc Əl-Cəvzinin Seydül Xatir kitabını ələ alacağıq. Bu kitabı seçmə səbəbim nədir? Müəllif kitabın müqəddiməsində deyir ki, bəzən deyir, insanın ağlına bir fikirlər gəlir, bir düşüncələr gəlir. Hansı ki, yəni, elə düşüncələr gəlir ki, yəni, hesabda olmayan, yəni, sənin ağlında olmayan, heç vaxt düşünmədiyin şeylər, hansı ki, qəşəng faydaları olur, gözəl faydaları olur. Yəni, çox adamın düşünmədiyi, bəzən hamımızda olur, yəni, bu təkcə alimlərə xas deyil. Bəzən sıralı müsəlmanların da düşüncəsinə, ağlına elə bir fikirlər gələ bilir ki, Allah azze ve celle elə şeyləri ilham edir ki, yəni, onda böyük faydalar olur. Və müəllif deyir ki, bu məndə yəni, bir neçə baş verib. Yəni, mənə bir fikir gəlirdi. Yəni, elə bir fikir gəlirdi ki, onun üzərində də gözəl bir Allah azze ve celle fəhm neməti yağdırırdı mənə. Yəni, oradan qəşəng, gözəl, faydalı şeylər anlayırdım. Amma deyir, məşğul olurdum, o şeyləri yazmırdım, qeyd eləmirdim, saxlamırdım və çıxıb gedirdim. Bu şey dəfələrlə təkrar olduqdan sonra qərar verdim ki, bu şeyləri qeyd edim. Bu şeyləri saxlayıb, ta ki onun yəni, faydasından faydalanmaq üçün. Ona görə kitabın adını Seydül Xatir qoyur. Seydül Xatir yəni düşüncənin ovlanması. Beyninə gələn fikrin, düşüncənin ovlanması, onun saxlanması. Və müəllif burada qısa-qısa balaca paragraflar verir. Yəni müxtəlif mövzulara dair. Yəni kitab xüsusi bir mənhəcdə, xüsusi bir mövzu yazılmayıb. Yəni zaman-zaman ağlına gələn, qəlbinə gələn faydalı şeyləri qələmə alıb və sən onu kitab halına salıb. Mövzuların əksəriyyəti imana təsir edən, müsəlmanın qəlbini təmizləyən, müsəlmana fayda verən şeylərdir. Dolayısıyla düşündüm ki, yəni bu mübarək ayda imana ehtiyacımız imana ehtiyacımız olduğumuz anda əxlaqa, qəlb əməllərinə ehtiyac duyduğumuz bu ayda, yəni bu kitabı oxumaq, ondan faydalanmaq münasib olar. Allah azze ve celle'dən istəyirəm ki, bizə oxumağı, faydalanmağı və əməl etməyi asanlaşdırsın. Allahümme əmin. Müəllif birinci fəsildə buyurur ki, Əl-qalbu beynəl yaqazati vəl qaflə. Başlığın adı belə verir. Qəlb, oyanıqlıq və qəflət arasındadır. Bu mövzuda belə başlıq verir, deyir ki, Qad ya'rudu ində səma'il məvaizə lissamiyə yaqaza. Fəizə infəsələ ən məclisi zikri adətil qasvatu vəl qaflə. Bəzən deyir, nəsiyyəti dinləyən zaman, dinləyən adama bir oyanıqlıq gəlir. Sanki onun qəflətindən ayrılan bir şey gəlir. Yəni, bəzən haqqı eşidir, mövzuda özünə aid olan, öz naqislərinə aid olan bir nəsiyyəti görür, bir vaazı görür, ona bir oyanıqlıq gəlir. Yəni, o vaaz, o nəsiyyət Allahın izni onu qəflətdən oyadır. Amma deyir, nə zaman ki, deyir, o zikr məclisini tərk eləyir, yenidən o qatılıq, yenidən o qəflət yenidən geri qayıdır. Və müəllif deyir ki, yəni, bunun barədə tədəbbür etdim və bunun səbəbini yəni, öyrənməyə çalışdım və səbəbini bildim. Yəni, şeyxin bu zikr etdiyi şey bizdən uzaq deyil. Yəni, hamımız dəfələrlə bu şey yaşamışıq. Bəzən tam qəflətə düşdüyümüz anda Allah azze ve celle ya bizi bir zikr məclisinə gətirir, ya bizim qarşımıza bir dərs çıxardır, bir nəsiyyət çıxardır. Sanki Allah azze ve celle sırf bizim onu eşitməyimizi iradə eləyir və o ilə bizə ayrılır. Əslində bu Allah azze ve celle'nin mərhəmətidir. Allah azze ve celle'nin lütfüdür ki, qulunun qəflətə qalmasına razı olmur. Onu oyadır. Müəllif deyir ki, Summa ra'aytun nasa yetefawatun fi zalik. Və insanları bunda dərəcə gördüm. Yəni hər kəs bu məsələdə eyni deyil. Kimsə tam qəflətdədir, şiddətli qəflətdə, kimsə azdır, kimsə orta səviyyədə. Yəni müxtəlif dərəcədədirlər. Fəl-halatul ammətu ennel qalbə la yakunu ala sifətin vahidatin minəl yaqazati ində səma'il məvaizati və ba'daha. Müəllif deyir ki, ümumi hal odur ki, genel qəlb deyir, zikri eşitdiyi zaman heç vaxt bir hal üzrə qalmır. Nə zikr vaxtı, nə də zikirdən sonra qəlb bir hal üzrə deyil.
Və deyir, bunun iki səbəbi var. İki səbəbdən dolayı bu belədir. Əxaduhuma, birinci səbəb, ennəl məvaizə kəs-siyat və-siyatu la tu'limu ba'də inqidaiha ilamuha vaqtə vuqu'ihə. Deyir, çünki nəsihətlər qamçı kimidir. Nəsihətlər deyir, qamçıya bənzəyir. Və deyir, qamçı onunla, yəni o bitdikdən sonra onun ağrısı da bitir. Yəni nəsihət bitdikdən sonra qamçı, yəni heyvana dəydikdən sonra və ya bir insana dəydikdən sonra o qamçı bitdikdən sonra artıq onun şeyi də bitir. Ağrısı da bitir. Demək, onun deyir, ağrısı yalnız o vurulan vaxtdadır, baş verdiyi vaxtdadır. Ona görə deyir ki, yəni insanların məclisdən ayrılarkən, zikr məclisindən ayrılarkən o qəlblərinin oyanmasının, təzədən geri dönməsi, qəflətlərinin geri dönməsinin səbəbləri budur. Yəni zikir qamçı kimidir. O an dəyir, səni oyadır, sənə bir xatırlatma eləyir, amma sonra o məclisdən uzaqlaşdıqdan sonra yenidən qəlb öz qasvətinə, öz qatılığına və öz qəflətinə qayıdır. Və thani və deyir, ikinci səbəb, ənə halətə səma'il məvaiz yəkunul insanu fiyhə muzahəl illə. Deyir, nəsihətləri dinləyən zaman insan deyir, orada bütün səbəbləri aradan qaldırmış olur. Yəni, səbəbdən qəsdi nədir? Hansı o illətlər ki var, səni qəflətə salır. İnsan o səbəbləri qırağa qoyur. Yəni, bizi qəflətə salan nədir, qardaş? Bəzən dünya, işimiz və ya aləmiz və ya pulumuz, bu bəzən bizim günahlarımız olur, bu bəzən bizim boşluğumuz olur, bu bizim ibadətlərdə səhlənkarlığa yol verməyimiz olur. İnsan zikr dinləyən vaxtı, insan nəsihət eşidən vaxtı bu şeylərdən xali olur, bu şeyləri qoyur qırağa. Və müəllif deyir ki, qad təxallə bi cismihi və fikrihi an əsbəbid dunya. Və deyir, o bədəni ilə də, bütün düşüncəsi ilə də dünyanın səbəblərinə uzaqlaşır. Qoyur onu qırağa. İnsanların qəflətə düşməsinin ən böyük səbəbi nədir, qardaş? Zikirdən uzaq qalmaları, dünyaya bağlanmaları, salih əməlləri azaltmaları, istiğfara azaltmaları, Allah Azza və Cəlləni az zikr etmələri. Yəni bir çox səbəblər var. Yəni bunlar saydığım ümumi səbəblərdir. Və insan deyir, zikir dinlədiyi zaman bəzən yəni o qəflətin səbəblərini qoyur qırağa və bütün bədəni ilə, bütün düşüncəsi ilə şey eləyir, nədir adı? O dünyanın səbəblərindən qurtulur. Və sonra müəllif deyir ki, və ənsədə bi huduru qalbihi və bütün qəlbi ilə dinləyir. Bütün qəlbini ora verir. Və vallahi üzərində təfəkkür edəndə bu Allahın rəhmətindən başqa bir şey deyil, qardaş. Nə qədər insanlar var ki, insana ayət oxuyursan, insana hədis deyirsən, insana Allahla qorxudursan, tövbəyə çağırırsan, nəsihət edirsən. Bu istər müsəlman olsun, istər qeyri-müsəlman, fərq etmir. Allah Azza və Cəllə vallahi dilədiyini eşitdirir. Yəni Allah Azza və Cəllə o qəlbin oyanmasına imkan verməsə, onu dünyanın səbəblərindən qopartmasa, qəlbindən o qəflət pərdəsini qaldırmasa, xeyri yoxdur, qardaş. Allah Subhanahu taala istəməsə biz qəlbində möhrə olanları, yaşayarkən ölü olanları biz eşidə bilmərik, qardaş. Bu Allah Azza və Cəllənin lütfündən başqa bir şey deyil. Ona görə bax bu şeyləri bildikdən sonra öz halımıza nəzər salaq ki, bəzən bizdə də olur. Biz qəflətə düşdükdə, biz dünya bizi öz səbəbləri ilə axirətdən uzaqlaşdırdıqda, Allah Azza və Cəllə bəzən bir xutbə ilə, bir dərs ilə, bir qardaşımızın zikri ilə, nəsihəti ilə bizi oyadır. Vallahi billahi bu Allahın lütfudur. Ya Allah bizim də qəlbimizi qıfıllasaydı, ya Allah bizim də qulaqlarımıza pərdə çəksəydi, ya Allah Azza və Cəllə bizi qəflətində batırsaydı, bizi onların müvəffəq etməsi bizim halımız necə olardı, qardaş? Ona görə bax bu şeyləri görəndə Allah Azza və Cəllə bol-bol həmd etmək lazımdır ki, ya Rabbi, bu sənin lütfündür, məni qəflətə qoyma, ya Rabbi. Müəllif deyir ki, فَإِذَا عَادَ إِلَى الشَّوَاغِلِ اِجْتَزَبَتْهُ بِآفَاتِهَا. Ne zaman ki, məşğuliyyətlərinə geri dönür, o məşğuliyyətlər, o dünya artıq onu öz fitnəsi ilə, öz afətini cəzb etməyə başlayır. Onu çəkir, qopardır. Yəni səni o ayaqlıqdan yenidən qəflətə qaytarmağa çalışır. Və keyf yəsihhu an yakuna kama kana. Və necə ola bilər ki, bundan qabaqki kimi olsun. Yəni sən ki, zikirdən qayıdandan sonra yenidən dünyanın məşğuliyyətləri, səni o qəflətə salan şeylər yenidən səni çəkib oradan çıxardırsa, necə ola bilər ki, sənin qəlbin əvvəlki olduğu halda qalsın, yəni o ayağın halında qala bilsin. Müəllif deyir ki, və həzihi halətun təammül xalq. Bu danışdığımız şey ümumi insanlara aiddir. Yəni genel insanların bu gün halı budur. Bu gün də burada içi mən qarşı hamımızın halı demək olar ki, budur. Allah Azza və Cəllə bizə lütf edəndə, bizi qəflətdən oyadacaq səbəblər bizim qarşımıza çıxaranda biz oyanırıq. Yenidən o zikr məclisindən, bizi Allah xatırladan səbəblərdən uzaqlaşdıqda, yenidən bizim problemlərimiz, bizim dərdlərimiz, bizim dünya işlərimiz yenidən bizi məşğul edir və bizi yenidən qəflətə qaytarmış olur. Müəllif deyir ki, illə ənə ərbabəl yəqazəti yətəfəvətunə fi bəqail əsər. Və deyir, yalnız deyir, oyanıqlıq sahibi olan insanlar, yəni qəflət əhli olmayanlar, onlar deyir, o
təsirin qalmasında müxtəlifdirlər. Onlar ki, daim oyanaq qalmağa çalışırlar, onlar qəflətdə deyirlər. Onlarda da təsirin qalması müxtəlif dərəcədədir. Müəllif deyir ki, فَمِنْهُمْ مَنْ يَعْزِمُ بِلَا تَرَدُّدْ. Onların elləri var ki, daim əzimkarlıq edir. Yəni tərəddüd etmədən oyaq qalmasında, qəflətə düşməməsi üçün adam şey edir. Yəni əzimkarlıq göstərir. وَيَمْدِ مِنْ غَيْرِ الْتِفَاتِ. Və deyir, sağa sola fikir vermədən, yəni bu dünyanın bu cəzb edən şeylərinə fikir vermədən, onu qəflətə çağıran şeylərə fikir vermədən öz yoluna davam edir. فَلَوْ تَوَقَّفَ بِهِمْ رَكْبُ الطَّبْعِ لَدَجُّوا كَمَا قَالَ حَنْظَلَ عَنْ نَفْسِهِ نَافَقَ حَنْظَلَ. Deyir, əgər o təbii istəklər ki var, bəzən yəni insan nəfs daşıyır. Bəzən insana o təbii, o fitrətində olan insana o istəklər insanın üzərinə bəzən axın gələ bilir. Bəzən hər tərəfdən gələ bilir. Şeytan da işini görür bir tərəfdən. Bəzən deyir, əgər bu təbii istəklər ona güc gəlməyə çalışarsa, onun üzərinə axarsa, o zaman deyir, hay-haşır salarlar. Yəni mənalı mənada buna üsyan edirlər, qışqır-bağır salırlar. Yəni razı olmazlar bu haldan ki, bu qəflət mənə niyə gəlir? Bu dünya mənə niyə gəlir? Məni niyə qəflətə salmağa çalışır bu dünya? Necə ki deyir, Hanzala dedi ki, Hanzala münafiq oldu. Yəni əshab belə idi. Qorxurdular. Yəni onlara bir balaca belə şeylər gələndə, yəni dünya fitnəsi gələndə, onlara Allahdan uzaqlaşdıran bir şey gələndə, imanlarının dəyişdiyini görən kimi qorxurdular. Yəni azmı sahabə münafiq olmağından qorxurdu. Əbu Bakr radiyallahu anhu Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra yer üzündə ən xeyirli insan idi. O insanlar, yəni dillərinin fitnəsindən, o insanlar nifaqa düşməkdən qorxan insanlar idi. Hanzala da onlardan biri idi. Yəni bizim çox bəsit gördüyümüz şeylərdən insanlar qorxa düşürdü. Subhanallah, Hanzala münafiq oldu deyirdilər. Bax bu daim oyaqlıq sahibi olan insanların sifətidir. Hansı ki qəflətə düşmür, onlar hallarını bilirlər, gələn düşməndən də xəbərdardırlar. İstər insi düşmənlər olsun, istər cinni düşmənlər. Ona görə sağa sola iltifat eləmədən, gələn dünya səbəblərinə baxmadan yollarını davam etməyə çalışırlar. Nə zaman ki artıq nəfsi istəkləri və dünya məşğuliyyətləri belə hər tərəfdən onları bastırmağa çalışır, şeytan boş dayanmır, onda buna üsyan etməyə çalışırlar. Buna qarşı çıxmağa çalışırlar. Bax bu, yəni qəlbi oyaq olan insanların, oyaqlıq sahibi olan, qəflətdə olmayan insanların hallarıdır. Və deyir, وَمِنْهُمْ أَقْوَامٌ يَمِيلُ بِهِمُ الطَّبْعُ إِلَى الْغَفْلَةِ أَحْيَانًا وَيَدْعُوهُمْ مَا تَقَدَّمَ مِنَ الْمَوَاعِظِ إِلَى الْعَمَلِ أَحْيَانًا. Deyir, onlardan elləri də var ki, yəni bu qəlbi oyaq olan insanlardan, bəzən bu təbii istəklər onları hərdən qəflətə meyl etdirir. Bayaqçılar dedik, bacarmır. Ona fikir vermirlər, hətta onunla mübarizə aparırlar. Amma deyir, bəziləri var ki, onları hərdən aparır qəflətə. Və hərdən də o əvvəldə onlara qarşı, onlara edilən nəsihətlər ki var, o keçən zikirlər, o zikirlər, o nəsihətlər də onları əmələ çağırır. Və müəllif deyir ki, çox gözəl bir burada bənzətmə verir və deyir ki, فَهُمْ كَالسُّنْبُلَةِ تُمِيلُهَا الرِّيَاحِ. Onlar deyir, küləyin sağa sola əyildiyi sümbüllər kimidir. Subhanallah lazım. Vallahi çox gözəl bənzətmədir. Yəni sümbülün halını düşünün, bir sağa yıxılacaq, bir sola yıxılacaq, amma bir türlü qırılmır. Sağa gedir, sola gedir, külək kəsiləndən sonra yenidən öz halına qayıdır. Bax o iman ilə, qəflət ilə oyaqlıq arasında var-gəl gələn insanları müəllif burada o sümbülə bənzədir. Bəzən dünya gəlir, onları bu tərəfə aparır. Buradan da eşitdikləri zikirləri xatırlayırlar, nəsihətləri, moizələri xatırlayırlar. O faydalı şeylər də onları təzədən eləyir, onları əmələ dartmış olur. Və onlar da deyir, küləyin deyir, sağa sola əydiyi sümbüllər kimidir. Allah azza və cəllə istəyirəm ki, Allah subhanahu wa ta'ala bizi də daim qəlbi oyaq olan, qəflətdə olmayan insanlardan eləsin. Allah azza və cəllə istəyirəm ki, Allah subhanahu wa ta'ala bizi qəflətə salan nə qədər səbəblər varsa, onları həyatımızdan çıxarmağı bizə asanlaşdırsın. Daim oyaq qalmağımız üçün səbəblərdən yapışmağa çalışan qullarından biz eləsin və bu səbəbləri bizim qarşımıza çıxartsın. Yeri gələr bir müsəlmanın nəsihəti ilə, bir müsəlman toplum ilə çiyin-çiyini namaz qılmaq ilə və ya bir zikr məclisi ilə və ya bir dərs ilə və ya Allah azza və cəllənin bizi bir salih əmələ müvəffəq etməsi ilə, gecə namazına, istiğfara, sədaqəyə və s. müvəffəq etməsi ilə Allah azza və cəllə bizi daim oyaqlığın dərdinə düşən qullarını eləsin. Allahümmə əmin. Allah azza və cəllə istəyirəm ki, Allah azza və cəllə məni də sizi də bundan faydalandırsın. Allahümmə əmin, Allahümmə əmin, Allahümmə əmin. Subhanəkə Allahümmə bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.